10-cu testə baxırıq. Azot və amoniakdan ibarət 28,8 qram qaz qarışığının karbon qazı ilə reaksiyasından 12 qram karbamid gübrəsi alınmışdır. Reaksiyanın tənliyini yazın. Bu birinci tapşırığımız. Bildiyimiz kimi azot karbon qazı ilə reaksiya getmir. Ona görə amoniakın karbon qazı ilə reaksiyasını yazırıq. Burada karbamid alınır və əmsallaşdırmışıq. Əmsallaşdırın. Amoniak tam reaksiya daxil olmuşsa, ilkin qarışıqda azotun kütləsini hesablayın. Azotun kütləsini hesablamaqdan ötürü əvvəlcə 12 qram karbamidi yazırıq və bunun emerini yazırıq. Amoniakı hesablayırıq qramla və burada x bərabərdir 6,8 eləyir. Cəmi qarışığımız 28,8 olduğuna görə amoniakın kütləsini bütün qarışıqdan çıxırıq 6,8-dən və burada olur cavab 22.